İndi bu fincanla sizə travmanın nə olduğundan danışacağım. Travma nədir desəm, çoxunuz yəqin ki, fincanın qırılması deyərsiniz. Amma travma hadisənin özü deyil. Ondan sonra qalanlardır. Çatlar, parçalar, itirilən hissələr. Parçaları nə qədər diqqətlə toplasanız da fincan əvvəlki kimi olmur. Travmadan sonra siz də. Elə bilirsiniz məhv oldunuz. Amma yanılırsınız. Siz məhv olmadınız, dəyişdiniz. Bu da həyata davam etmə hekayənizin başlanğıcıdır. Yaponiyada kintsugi adlı bir sənət var. Qırılan əşyalar qızıl tozu ilə bərpa edilir. Çatlar gizlədilmir, əksinə vurğulanır və əşya əvvəlkindən daha dəyərli olur. Travmadan sağalmaq da belədir. Çatlaqları yox etmirik, onları yenidən mənalandırırıq. Travma sizi dəyişdirir, sağalmaq da həmçinin. Artıq qırıq deyilsiniz, yenidən inşa edilmisiniz.